Salam, hörmətli izləyicilər. Yenidən tanıyaq və tanıdaq verilişində görüşürük sizlərlə. Qərar aldıq ki, bu dəfə nəinki Qəbələdə, nəinki Azərbaycanda, hətta bütün keçmiş SSR məkanında populyar olan bir ünvana üst tutaq. Bəli, söhbət Qəbələnin Zarağan kəndi ərazisində salınmış hərbi şəhərcikdən gedir. Hörmətli izləyicilər, hər birinizi ilk növbədə yəqin ki, məkanın niyə məhz hərbi şəhərcik adlandırılması maraqlandırır. Əlbəttə, bu heç də səbəbsiz deyil. Belə ki, ötən əsrin 1977-ci ilindən başlayaraq Qəbələdə RLS, yəni Daryal tipli stasionar radiolokasiyanın tikintisinə başlanılıb. Və həmin obyektdə çalışacaq hərbçilərin ailələrinin məskunlaşması və yaşaması üçün məhz bu məkan, Zarağan kəndinin ərazisi seçilib və burada binalar kompleksinin tikilməsi nəzərdə tutulub və həyata keçirilib. ...1985-ci ildən 2012-ci ilə qədər olan müddətdə, belə ki, RLS-in fəaliyyət göstərdiyi bu müddətdə bu ünvanda əsasən hərbçi ailələri yaşayıblar. Həmin hərbçi ailələrinin tərkibinə gəldikdə isə onlar əvvəllər Sovet hərbçilərindən, SSR-i dağıldıqdan sonra isə Rus hərbçilərindən ibarət olub. 2012-ci ildən RLS öz fəaliyyətini dayandırdıqdan sonra isə ərazidə məskunlaşan insanların demoqrafik tərkibi də dəyişib. ...1986-cı ildən Sovet dövründən qulluq eləmişik, Sovet dövründən xidmətdə olmuşuq. Elə olub ki, elə quruluş dəyişib, o ças qalıb Azərbaycan torpağında, ona görə də orada qulluq eləmişik. 2012-yə kimi qulluq eləmişik, hərbi şəhərcikdə yaşamışıq, mehriban olmuşuq millətlər, belə yaşamışıq. Bu binalarda yaşayan əhalinin tərkibi necədir? İndi şəhərcikdir də, elə o vaxtdan da var idi, Azərbaycan çox nöqtələrindən yaşayış, vətəndaşlar var idi, yaşayırdıq. Elə ondan da qalıb belə, indi Rus milləti deyəndə ki, hərbiçilər çıxıb gedib, qalıb Azərbaycana. Yenə belə mehriban, sakit yaşayırıq. Qeyd edək ki, bu şəhərcikdə məskunlaşan insanlar arasında yerli əhalinin nümayəndələri də üstünlük təşkil edib. Bu isə o səbəbdən irəli gəlib ki, RLS-də Qəbələnin müxtəlif yaşayış məntəqələrindən olan mütəxəssislər də çalışırlar. Onu da nəzərə çatdıraq ki, RLS öz fəaliyyətini dayandırdıqdan sonra yenə də bu binalarda məskunlaşan insanların tərkibində hərbçilər var. Ancaq həmin hərbçilər artıq Azərbaycan hərbçiləridir. Bizim bu hərbi şəhərciyimiz hardasa 70-80-cı illərə
tikintisi gedən bir şəhərcik olubdur. Vaxtı ilə Sovet Rus qoşunları Qəbələ radiolokasiya sistemində işləyən zabitlərin yaşadıkları şəhərcik olubdur. Qapalı şəhərcik olubdur. Buraxılış məntəqəmiz olubdur. Hər tərəfdən zamanı olubdur. Silahlı qorunması da olubdur. Belə bir şəhərcikdir. Hal-hazırda qarşısında gördüyümüz binalar, iki binamız bu bizim vaxtı ilə deyilənləri. Deyirəm, Çex variantından, Çex proyekti deyirdilər, hansı bunlar? Çex layihəsi. Çex layihəsidir, 5 podyezdli Çex layihəsidir. Bu, o bir bina 61, bina 62. Arxamızda olan bina 81'dir. Bu variantda ardısa 6 bina var bu şəhərcik ərazisində ki, onlar 6 girişli binalardır. 2 dənə də hansı 5 mərtəbədir, 2 girişli binamız var. Bina 31, 32. 2 yataqxanamız olub Sovetlərin dövründə burada. Biri ailəli, biri subaylar üçün orta məktəb, bağça, özünün qazanxanası, hərbi qoştu olub bu binalardan aşağıdadır. Şəhərcikdə ümumi kotejlərimiz var. 8 dənə 2 mərtəbəli, o yuxarıdadır. Yəqin ki, buna da çəkilişini yapararsınız. Ərazisindəki yaşıllıq, gözəl təmizlik işləri, hər şey öz qaydasında. Vaxtı ilə də çox gözəl saxlanılırdı. Hal-hazırda da özünüz görürsünüz, şahidisiniz, gündəlik kommunal işçiləri öz işlərini layiqincə aparırlar. Hər yer yaraşıqlı, gözəl. Binaların fasad remont olub, üst qırışalar remont olubdur, örtüklənibdir. Əlbəttə, tanımaq və tanıtmaq istədiyimiz bu hərbi şəhərcik haqqında məlumatlar yalnız bunlarla məhdudlaşmır. Çünki həyat davam edir. Həyat davam etdikcə isə məlumatlar da yenilənir. Düşünürük ki, Zarağan 2 ünvanında yerləşən bu hərbi şəhərciyə növbəti gəlişlərimizdə daha çox yeniliklərlə rastlaşacağıq. Hələlik isə sağ olun, salamat qalın.